Salam uşaqlar. Bugünkü bizim dərsimiz kəmiyyətin dəyişməsinin faizlə ifadəsidir. Gəlin 70-ci səhifədəki 10-cu məsələyə baxaq. Deməli, sahibkar 100 televizor alıb 500 manatdan, 25%-ni 20% gəlirlə, 40%-ni 25% gəlirlə, qalan da 10% ziyanla satıb. Nə qədər qazanıb, nə qədər ziyana gedib. Gəlin baxaq. Neçə televizor alıb? 100 televizor alıb. 100 televizor və onun maya dəyəri nə qədərdir? 500 manat. Əgər desək ki, nə qədər pul xərcləyib, 500-ü vurarıq 100-ə, olar 50.000 manat. İndi deyir ki, 25%-ni 20% gəlirlə. 25% deyəndə neçə televizor nəzərdə tutulur uşaqlar? Əgər 100 televizor 100%-dirsə, 25% də 25 televizordur. Deməli, 25 televizoru 20% gəlirlə satıb. Neçəyədir televizor? Maya dəyəri neçəyədir? 500 manata. Gəlin onun 20%-ni tapaq və gəlirin üstünə gələk və bilək ki, o 20% gəlirlər neçəyə satıb. Deməli, 500-ün 20%-ni tapaq, olacaq. Bunlar 0 gedir, qalır 50-ni vurduq 20-yə, olacaq 100 manat. Deməli, o 500 manata deyil, 100 manat artığını 600 manata satıb. Düzdür uşaqlar? Neçə televizoru? 25 televizoru. Gəlin baxaq, 25 televizoru 600 manatdan satıb nə qədər pul əldə edib? Olur 15.000 manat pul əldə edib. Lakin o 600 manata deyil, neçəyə alıb? 500 manat alıb, düzdür? Nə qədər pul ödəyib ona? 12.500 manat pul ödəyib. Yəni, məsələn, 12.000 alıb 15.000-ə satıb. Nə qədər qazanıb? Bundan bunu çıxsam, olur 2.500 manat gəlir. Yəni, bu bizim gəlirimizdir. 2.500 manat. İndi deyir, 40%-ni 25% gəlirlə. 40% deyəndə nə qədər televizor nəzərdə tutulur? Əlbəttə ki, 25% 25 televizordursa, 40% də 40 televizordur. Neçə faizlə? 25%lə, 25% gəlirlə satıb. Gəlin baxaq, neçəyədir maya dəyəri? 500 manat. Onun 25%-ni tapaq. Bu da olacaq, ixtisar gedir burada 5, 5-i vurduq 25-i, oldu 125 manat. Yəni, o 500-ə deyil, 125 manat artığına, yəni 625 manata satıb. Neçə dənə televizora? 40 dənə televizora. Gəlin baxaq, nə qədər pul götürüb? 40-ı vuraq 625-ə. O da eləyəcək 25.000 manat. Bəs neçəyə alıb 500 manata? Gəlin baxaq, nə qədər pul xərcləyib? 20.000 manat. Deməli, 20.000 alıb 25.000-ə satıb. Nə qədər pul qazanıb? 5.000 manat gəlir götürüb. Bu da bizim gəlirimiz. İndi deyir, qalanın 10% ziyanla. Nə qədər qalıb? 25 televizor, 40 televizor, ikisi eləyir 65 televizor. 100-dən 65-i satıb, neçəsi qalıb? 35 televizor qalıb. Gəlin yazaq, 35 televizor deyil, 35%-dir. Deməli, 35 televizorda 10% ziyanına satıb. Baxın uşaqlar, burada gəlir dediyi üçün biz 100-ü üstə gəldik 500-ün. 500 üstə gəldik 100, 600-ə satıb. Burada 125 manat, deməli 25% 125 manat elədiyi üçün onu 500-ün üzərinə gəldik, 625 manat elədi. Burada isə ziyanına dediyi üçün biz 500 manatı çıxacaq. Deməli, burada 500-ün üzərinə gəlirdik, burada 500-dən çıxacaq. Nəyi? 10%-i. 500-ün də 10%-i uşaqlar. Bu demək ki, ona bölürsən. Eləyir 50. Yəni 50 manat əskiyinə satıb da 450 manata. 500 manata yox, 450 manata satıb. Neçə dənə televizor? 35 dənə televizor. Gəlin baxaq. 35-i vuraq 450-yə və nə qədər pul götürüb? 15.750 manat pul götürüb. Lakin o 450 manata almayıb, baxı neçəyə alıb? 500 manata alıb. Və nə qədər pul ödəyib? 17.500 manat.
Deməli, ziyanına satıblar, alıb 17 minə, satıb 15 minə. Nə qədər ziyanına gedib? Eləyir 1750 manat. Deməli, bu 10% ziyanına satıb. İndi deyir ki, nə qədər qazanıb, nə qədər itirib. Baxın uşaqlar, bu qazandıqlarıdır. 2500 bir gəlir gəlib, 5000 də bir gəlir gəlib. Bu isə ziyana düşüb. Gəlin indi gəlirləri toplayaq. 2500 bir gəlir götürüb, 5000 də bir gəlir götürüb, olur 7500 manat. Bu ziyanı da çıxaq, 1750 manat da çıxsaq, olacaq 5750 manat. Onda gəlir, deməli gəlir götürür. Baxmayaraq ki, o 1750 manat ziyanını satır. Onunla belə 5750 manat sahibkar gəlir götürür. Bununla dərsimiz yekunlaşdı. Sağ olun. Növbəti dərslərdə görüşənədək.